dəyərli müəllimlər, deməli, mexaniki iş güc bölməsində olan 86 nömrəli sualın izahına başlayaq. Burada cavab 1,5-dir. Yəni, testin cavabında deməli, səhvlik var. Deməli, burada 1,5 eləyəcək burada cavab. Yəni, biz bunu tapmışıq eləyib 1,5. İndi əsaslandırmaq lazımdır. Deməli, ipin gərilmə qüvvəsini biz T ilə işarə eləsək, bu olacaq T. Deməli, görürük ki, eyni ipdir. Eyni ipdə gərilmə eyni olur. Bu da olacaq T. Bu da olacaq T. Bu aşağıdakı ipi necə tapırıq? Deməli, yuxarı blokun düz ortasından xətt çəkirik. Yuxarı çəkən ip aşağı çəkən ipə bərabər olmalıdır. Yəni, yuxarı 2T dartırsa, aşağıda da T olmalıdır. İpin gərilmə qüvvəsinin istiqaməti həmişə cisimdən kənara doğru olur. Oldu 2T. İndi biz bilirik ki, tərpənən blokda ipin deməli, yer dəyişməsi yükün yer dəyişməsindən 2 dəfə böyüdür. İndi biz burada bir dənə şeyə fikir verək. Bu M-düsə, burada olacaq MJ, burada olacaq MJ. Deməli, yuxarı çəkəcək 2MJ, aşağı 4MJ. Ona görə sistemin təcili aşağı doğru yönələcək. Deməli, buradan da sistemin təcili yuxarı yönələcək. Biz bilirik ki, deməli, tərpənən blokda ipin təcili yükün təcilindən 2 dəfə böyüdür. Deməli, buradakı ipin təcili A olsa, buradakı ipin təcili olacaq 2 dənə A. Əgər mən bunu H qədər aşağı çəkirəmsə, deməli, yükü H qədər aşağı çəkirəmsə, deməli, ip 2H qədər yuxarı qalxır tərpənən blokda. İndi burada deməli 4M kütləli cisimə təsir edən ipin gərilmə qüvvəsi olacaq nə? 2 dənə T-ni vururam H-a. Yəni, işin düsturu nədir? Fs. F qüvvədir, S də yer dəyişmədir. Bəs M kütləli cisimə təsir ağırlıq qüvvəsinin işi nə olacaq? Ağırlıq qüvvəsini vuracam yer dəyişmə. Bunun da yer dəyişməsi 2H-dır. İndi bizə lazımdır bu T-ni tapmaq. Gətirib burada yerinə yazıb nisbəti tapmaq. Bunu da nə edirik? Deməli, birinci, bax burada. Bura Newtonun ikinci qanunu tətbiq edə bilərəm, değil mi? Onda nə olacaq? Olacaq, deməli, ağırlıq qüvvəsi aşağı doğru çəkir. Düzdür? Sistemin təcili yuxarıdır. Ona görə yazıram T minus MJ bərabər M vur 2A. İstəsəm, bura üçün də Newtonun ikinci qanunu tətbiq edə bilərəm. Deməli, bunu da aşağı dartan 4MJ-dir. Onda bura Newtonun ikinci qanunu tətbiq eləsəm, olacaq nə? 4 dənə MJ çıx 2T bərabərdir 4 dənə M vur təcilimizdə A-dır. Buradan, deməli, rahat yolunu deyirəm də. Bax, bu yuxarıdakı deməli, tənliyi 2-yə vurub tərəf-tərəfə toplasam olacaq nə? Deməli, 2T minus 2MJ plus 4 dənə MJ minus 2T bərabər olacaq. Deməli, 8 dənə MA. Və buradan 2T'lər ixtisar getdi. Qaldı nə? 2MJ bərabərdir 8 dənə MA. Və buradan M'lər də ixtisar getdi. 2 ilə də 8 ixtisar getdi. Buradan aldım ki, A bərabərdir J böl 4. A-nı tapdım, J böl 4. İndi A-nı tapandan sonra gətirib, bax, yuxarıda, bax, burada yerinə yazıb, İstəsəm T-ni tapa bilərəm, istəsəm deməli MJ-ni tapa bilərəm. Fərqi yoxdur. Deməli yazıram 4 dənə MJ çıx 2 dənə T bərabərdir 4 dənə M. A-nın dəyərini yazacağam J bölünmüş 4. Olacaq MJ. Buradan alıram ki 2T nəyə bərabərdir? 3 dənə MJ-yə. 2T-ni 3 dənə MJ tapdım. Lap gətirib bu 2T-ni yerinə 3MJ yaza bilərəm. Onda nə olacaq? Olacaq 3MJ vur H
Vəsə bizdən də bunun nisbətini soruşur. Bunların nisbəti nə verəcək bizə? Eləcə 1/5. Vəsə cavab olacaq 1/5. Diqqətinizə görə sağ olun.